Bu il ölkəmizdə pambıq yığımı özünün ən məhsuldar mərhələsinə çatıb. Bu günədək 100 min hektardan artıq əkin sahəsindən 345 min tondan çox xam pambıq tədarik olunub. Dekabrın 1-nə olan operativ məlumata əsasən orta məhsuldarlıq 34,35 sentner təşkil edib. 2025-ci təsərrüfat ilində Respublikanın 16 rayonunda pambıq əkini həyata keçirilib. Əkinlərin təxminən 86%-i pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun payına düşür. Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan. Bu il pambıq ən çox aşağıdakı rayonlarda əkilib. Saatlı 12.634 hektar, Ağcabədi 11.821 hektar, Sabirabad 11.086 hektar. Bu rəqəmlər təkcə statistika deyil. Bunlar minlərlə əkinçinin zəhməti, günün altında, gecənin ay işığında görülən ağır işin bəhrəsidir. Hər çiyid bir ümid, hər məhsul isə kənd təsərrüfatımızın gücünü göstərən bir göstəricidir. Kadr arxasında görülən tarlalar, yığım maşınları və zəhmətkeş insanların əlləri isə bir həqiqəti təsdiqləyir. Azərbaycan pambıqçılığı bu ildə yüksək nəticələrə imza atmaqdadır.